Əməliyyata başlayacağıq indi. Sinus liftingimiz də olmalıdır. Qapalı sinus liftingimiz. Sümük həm ensizdir, həm də uzunluğu yoxdur. Sümük hündürlüyü yoxdur ki, implant qoyaq. Qapalı sinus lifting eləyirik. Pasiyentə travma vermədən rahat-rahat. Bu fərqli mənbələrdə fərqlidir. Kim deyir qapalı sinus liftingdə sümük lazım deyil, kim deyir lazımdır. Amma bura qoyuruq. Heç o qədər də əhəmiyyəti olmasa da, amma yenə də qoyuruq öz sümüyündən. Qapalı sinus liftinglə ala biləcəyimiz nəticə. Burada inanın ki, bundan artıq bir etap bundan artıq qalın implant qoysam, artıq sümükdən gəlib çölə çıxacaqdır. Miləmil hər tərəfdə sümüyün qalınlığına əhatə eləmiş olduq. Bizim burada 5 mm yerimiz var idi. Sümüyün hündürlüyü ilə bərabər 5 mm. Sümüyün hündürlüyündən biz təxminən 1 mm yarım götürdük. Yerdə qaldı bizim 4 mm, 3 mm yarımımız. Amma 7 mm-lik implant bağladıq. Nəyin hesabına? Çünki qapalı sinus lifting haymorun damını qaldırıb, dibini qaldırıb, belə deyək, ora implantlarımızı yerləşdirdik. Deməli, nə edirik? Qapalı sinus lifting elədik iki tərəfə də. Nəzərdə tutulan uzunluqda implantı yerləşdirə bildik. 2 implant yerləşdirdik və diş əti köçürməsi olundu. Mən elə gəlir ki, ən ideal vəziyyət olundu. Mən elə fikirləşirəm. Artıq əməliyyatdan sonraki vəziyyətdə sümüyümüz bura qədər gəlib. Bax, xətti görürük, sümüyümüz bura qədər gəlib. Biz nə qədər bunu qapalı sinus lifting eləyib hündürə qaldırdıq damı. Burada da biz sümükümüz nazik olduğu üçün birazca içəri itələmiş olduq və artıqlarını da götürdük oradan görünüyor. Burada da artıq implant özü bax buradan o tərəfə içəri girmişdir. Qapalı sinus liftingə də burada da baxaq ki, necədir. Burada da baxsaq görərik ki, biz qaldırmışıq və sümük bax buradan idi. Təxminən bax bu hissədən idi. Burada da ölçmüşəm, fikir versək 3.71 qalır. Bu qədər damın dibin qaldırmışıq haymor boşluğunu. Ümumiyyətlə haymor boşluğunun kənarlarındakı qalınlığa bir baxsaq, burada 2 mm.15 görəcəyik ümumi qalınlığı da. Burada da real qalınlığımız, bizim reallığımız 4 mm təxminən. Yəni burada 7 mm implantı yerləşdirmiş olduq.